Bismillahirrahmanirrahim. Baku TV-də Elçin bəyin verilişində Qurandan ziyarətgahlar və sair tikmək haqqında güya bir Quran ayəsi səsləndirildi və maraqlıdır ki, Elçin bəy öz məntiqi, öz fitrəti ilə həmin ayəyə cavab verdi ki, burada ziyarətgah deyil, məscid yazılıb və həmin ayəni ziyarətgahların tikilməsinə, deyək ki, belə dini neft quyuların tikilməsinə yozmaq istəyirsə, amma sağ olsun ki, Elçin bəy elə özü cavab verdi ki, burada ziyarətgahlar deyil, ayədə həqiqətən də məscid yazılıbsa, deməli ziyarətgahlara aid deyil. Gəlin həmin videonu bir daha eşidək, sonra da mövzumuza. Quran-ı Kərimin ayəsidir. Kəhf surəsi 21-ci ayə. Bu buyurulur ki, onlar dünyasını dəyişən kimi, baxın Quran ayəsidir. Onlar dünyasını dəyişən kimi, onları ziyarət edənlər qərarı aldılar ki, onların üstündə məscid tikilsin. Açıq-aydın ayədir, açıq tərcümədən də oxumaq olar. Niyə görə onların bu qərarını Allah orada qınamadı? Onlar qərar aldılar ki, gəlin onların qəbrinin üstündə məscid tikək, məscid inşa edək. Yox, məscid başqa. Mən indi o detalları bilmirəm, amma hər halda məscid tikmək hardasa özü yaxşı işdir ki, məscid nədir? İnsanların gəlib onların qəbrinin üstündə ziyarətgah olar. Fərqi yoxdur. Ziyarətgah başqadır, məscid başqadır. Yəni ziyarətgah mı deyilib tikilsin, yoxsa məscidmi? Yox, orada binaya məscid kəlməsi. Məscid ziyarətgah deyil. Məscid hamımızın getməli olduğumuz və yaxud da ürəkdən istədiyimiz, getdiyimiz bir yerdir. Ziyarətgahla məncə məscidi ayıraq. Mübarək ayədə deyilir: Qalellezine galabu ala emrihim lenettekhizenne aleyhim mescide. Onların əshab kəhfin işinə qalib gələnlər isə onların üstündə bir məscid tikəcəyik dedilər. Kəhf surəsi 21-ci ayə. İlk olaraq bilmək lazımdır ki, sözü deyənlər dəlilə, sübuta söykənənlər deyil, qüvvət və hökmranlıq sahibi olduqları üçün belə edəcəyik dedilər. Özü də lənəttəxidənnə, lə sözü əvvəldə, sonda da şəddəli nunun gəlməsi, bunu ərəb dili bilənlər bilir ki, orada təkid bildirir, yəni mütləq olaraq məscid tikəcəyik. Yəni, bu sözü deyənlər qüvvət, hökmranlıq sahibi idilər ki, bu sözü dedilər. Ümumi olaraq da burada qalib olanların kimlər olması haqda rəylər vardır, nədə qalib oldular, kimlər idi onlar və yaxud da ki, o sözü deyənlər iman sahibləri idi, yoxsa iman sahibləri deyildi, orada da müxtəlif rəylər var. Amma bunların hansı olması bizim dinimizdə heç nə dəyişmir, nəyə görə? Bilməliyik ki, Uca Allah bu ayədə biz onları tərif edərək deyir, sadəcə olaraq xəbər verərək bildirir. Və ümumi olaraq o hadisədə məna odur ki, axirətə inanmayanlar, bir mənası budur sözsüz ki, və sair görürlər ki, həqiqətən də Uca Allah insanı necə yatızdırır, neçə yüz il və oyadır, yəni dirildir. Həmçində axirət günü Allah Teala sizi bu cür dirildəcəkdir, oyadacaqdır. Hətta əvvəlki ümmətlərə Uca Allah tərəfindən bəzi edilən halal, haramlar, qadağalar var ki, bizim dinimizdə halal və yaxud da haram edilmişdir. Ona görə də əvvəlki ümmətlərdə hansısa halalın olması o demək deyil ki, bizdə də halaldır, yaxud hansısa haramın olması o demək deyil ki, İslam ümmətində də halaldır. Düzdür, ümumi olaraq bütün dinlər İslam olmuşdur. Yəni təslim olmaq deməkdir, Uca Allah təslim olmaq deməkdir. Amma İslamdan əlavə hər bir ümmətin Quran ayəsində Uca Allah buyurur ki: وَلِكُلِّنْ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا. Sizin hər biriniz üçün müəyyən yol və şəriət qoymuşuq. Yəni, həm halal haramlar var ki, ümmətdən ümmətə onlar fərqlənmişdir. Ona görə də hətta əvvəlki ümmətlərdə məscid tikmək olarsa qəbri üstündə, məsələn, bizim İslam ümmətində bu açıq-aydın qadağan olunmuşdur. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm sonuncu Peyğəmbər olduğu üçün, ümumi olaraq bu ümmət sonuncu ümmət olduğu üçün qiyamətə qədər, ona görə də şirkət aparan hər bir xırda yol belə bizim ümmətdə qəti olaraq qadağan edilmişdir, haram edilmişdir. Xüsusi olaraq da bu qəbirlər mövzusu qədimdən bəri əvvəlki ümmətlərdə də şirklərə səbəb olmuşdur, Allaha şərik qoşmağa səbəb olub. Ona görə də hətta Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm İslamın ilk anlarında qəbirləri ziyarət etməyi belə qadağan eləmişdi. Sonra isə dedi ki, mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. İndi artıq onları ziyarət eləyin. Həqiqətən də qəbirləri ziyarət eləmək axirəti yad edir. Və yaxud da başqa məqsədlər də var ki, gedirsən ölən üçün
uca Allaha əl açıb, uca Allaha yalnız dua edirsən. Qəbirdə olan üçün Allahdan rəhmət, bağışlanma dilirsən. Hansı ki, bu əməl gözəl əməldir, dinimizdə bəyənilən əməldir ki, gedib qəbirstanlıqda, istər özünkü olsun, istər digər olsun, qəbirlərdən ibrət almaq və onlara salam verib dua eləmək dinimizin bəyəndiyi əməldir. Lakin dediyim kimi, qəti qadağandır ki, onların üzərində qübbə tikmək, tikili tikmək, məscid tikmək, hansı bir bina tikmək, bu İslam dinində qadağandır. Həmin iddianı eləyən Baku TV-nin verilişində Şiə dostlardan olduğu üçün elə mən onun öz böyük kitablarından, böyük alimlərinin hədislərindən, imamların hədislərindən nəqillər gətirəcəm ki, həqiqətən də qəbir üstündə hər hansı bir tikili tikmək olmaz. İmam Cəfər Sadiq deyir ki, möminlərin əmri Əli dedi. Qalə əmirul müminin aleyhissalam, bə'səni Rasulullah sallallahu aleyhi və alihi və səlləm fi hədmil qubur. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm məni qəbirləri dağıtmağa göndərdi. Bunu Şiənin ən mötəbər kitabı olan Kuleyni öz Əl-Kəfi kitabında rəvayət edir. 6-cı cild 528-ci səhifə, həmçinin Hürramili Vəsailü Şiə kitabı 3-cü cild 209-cu səhifədə rəvayət edir. Həmçinin İmam Cəfər Sadiq, Allah ona rəhmət eləsin, deyir. Qalə əmirul müminin aleyhissalam, bə'səni Rasulullah sallallahu aleyhi və alihi və səlləm illəl Mədinə, fəqalə lə tədəዕ surətən illə məhəvtəhə və lə qabran illə səvvəytəhu. Möminlərin əmri dedi, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm məni Mədiniyə göndərərək dedi, hər bir şəkli silmədən, hər bir qəbri düz etmədən qoyma qalsın. Yəni, silinməmiş şəkil, dağıdılaraq düz edilməyən qəbir saxlama. Bunu da Kuleyni rəvayət edir. Əl-Kəfi 6-cı cild 528-ci səhifə, Hürramili Vəsailü Şiə kitabı 3-cü cild 209-cu səhifə. Bəziləri deyir ki, burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qəbirləri dağıtmaq, hündür qəbirləri dağıtmaqda möminlərin əmri, əlini göndərmədə məqsədi o idi ki, orada müşriklər var idi və s. və s. Halbuki, o dövrdə, Mədinədə, bu 10 illər ərzində məgər İslam yolunda şəhid olanlar yox idimi ki, Mədinədən 5000-10 000 kilometr uzaqlıqda hansısa ağanın qəbrini övliyə sayıb, hansısa ağanın qəbrinin üstündə qübbə tikib, neft quyusu kimi oradan gəlir mənbəyi eləməyimiz doğru olur. Amma Mədinədə, İslam yolunda şəhid olanların qəbrinin üstündə məgər o zaman qübbə tikmək, tikili tikmək olmazmıdır ki? Deməli, bu hədislərdən aydındır ki, heç bir kəsin qəbrinin üstündə tikili tikmək olmaz, hündür etmək olmaz. Bu, həmin mənbə idi ki, dedim. Amma gəlin eybi yoxdur, bu iddianı eləyənlərə digər hədislərini oxuyacağım, görək bəs buna nə cavab verəcəklər. İbn Mehran deyir ki, İmam Cəfər Sadiqdən qəbirləri ziyarət etmək və orada məscidlər tikmək barədə soruşdum, o dedi. Əmmə ziyarətul qubur fələ bəsə bihə və lə tubnə indəhəl məsəcid. Qəbirləri ziyarətə gəldikdə isə eybi yoxdur. Lakin qəbirlərdə məscidlər tikilməz. Bu, ümumi qəbirlərdən gedir söhbət. İmam Cəfər Sadiq deyir, Mədinə dövrü deyil. Deyir ki, qəbirlərdə məscidlər tikilməz. Əl-Kuleyni Əl-Kəfi kitabı 3-cü cild 228-ci səhifə, Şeyx Saduq Əl-Fəqih, Mən lə yaxdurul fəqih kitabı 1-ci cild 178-ci səhifə, Əl-Amili Vəsailü Şiə kitabı 3-cü cild 234-cü səhifə, Əl-Kəşəni Əl-Vafi kitabı 25-ci cild 578-ci səhifə. Həmçinin İmam Cəfər Sadiq yenə də deyir, Əşəratu məvadi' lə yusallə fiyhə. 10 yer vardır ki, orada namaz qılmaq olmaz. Onlardan da birini sayır və deyir ki, Əl-Qubur, qəbirlər. 10 yer vardır ki, orada namaz qılmaq olmaz. Onlardan da birini sayır və deyir ki, Əl-Qubur. Lakin təəssüflər olsun ki, insanlar övliyə saydıqları kəslərin qəbirlərinin üstündə qübbə tikirlər, hələ gedib oranında namazgah eləyib, namazlar da qılırlar. Baxın, İmam Cəfər Sadiq özü deyir ki, olmaz. Bunu da həmçinin Kuleyni rəvayət eləyib, Əl-Kəfi 3-cü cild 39-cu səhifə, Tusi Əl-İstibsar 1-ci cild 394-cü səhifə, Saduq Əl-Fəqih kitabı 1-ci cild 241-ci səhifə, Məclisi Biharul Ənvar kitabı həmçinin də orada rəvayət etmişdir.
Digər bir hədisdə İmam Cəfər Sadiq deyir: "Nəhə Rasulullah sallallahu aleyhi və səlləm ən yusallə alə qabrin o yuq'adə aleyhi o yubnə aleyhi." Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm qəbir üzərində namaz qılmağı, qəbir üzərində oturmağı və qəbir üzərində tikili tikməyi qadağan etdi. Tusi Təhzibul Əhkəm kitabı 1-ci cild 461-ci səhifə, Hurramili Vasail Əşşiya kitabı 1-ci cild 461-ci səhifə. Baxın, bunların hamısı Şiənin ən böyük alimlərinin kitablarıdır, hədis kitablarıdır ki, qəbir üzərində, bütün qəbirlər üzərində görə söhbət ki, tikili tikmək olmaz. Təəssüflər olsun ki, mən sizə qeyd elədim ki, Şiənin ən mötəbər mənbələrində qəbir üzərində tikili tikmək olmaz. Həmçinin qəbir olan yerdə namaz qılmaq olmaz. Hətta nə qədər rəvayətlər var ki, qəbrin başına təvaf eləyib fırlanmaq olmaz deyir. Və nə qədər Şiə kitabında, hətta Quran ayələrini də desək, demirəm. Nə qədər ayələr var ki, ölülərdən, salih insan olsa belə, övliya olsa, kim olsa belə, peyğəmbər olsa belə, ölülərə dua eləyib onları köməyə çağırmaq olmaz. Yalnız Uca Allaha dua edib ona köməyə çağırmalıyıq. Gələcəkdə inşallah bu mövzuları toxunacağım. Lakin təəssüflər olsun ki, müasir bəzi və bir çox Şiə alimləri var ki, hətta ola bilər bəs çoxluğu təşkil edir. Bugün həmin bu imamların sözlərinə əks çıxaraq istinbatlar gətiriblər və bəraət qazandırıb deyirlər ki, xeyr, qəbirlər üzərində qübbə də tik, nə istəyirsən tik, olar və s. Misal üçün, həmin iddialardan birini müasir alimlərdən olan Ayətullah Sistaninin sözünü nəql eləmək istəyirəm. Ərəbcə oxusam uzun olar, Azərbaycanca deyim. Sual 5. İmamların, əleyhissalam, ziyarətgahlarında namaz qılmaq müstəhəbdir, bəyənilən əməldir. O ziyarətgahlar Allahın tikilib uzaldırılmasına və öz adının zikr edilməsinə izin verdiyi həmin o evlərdir. Hətta o ziyarətgahlar məscidlərdən də üstündürlər. Baxın, o ziyarətgahlar məscidlərdən də üstündürlər. Varid olub ki, əlinin yanında qılınan namaz 200.000 namaza bərabərdir. Sistani Tə'liqa aləl Urvatil Vusqa kitabı 2-ci cild 83-cü səhifə. Baxın, əziz izləyicilər, bu oxuduğum fətva ki var, Sistani fətvasını görürsünüz. Həmin orada, yuxarıda qeyd olub ki, Peyğəmbər məscidində qılınan namaz 10.000 namaza bərabərdir. Sistaninin fətvasında qeyd olub bu. Amma sonra deyir ki, Sistani deyir ki, İmam Əlinin qəbrinin yanında qılınan namaz isə 200.000 namaza bərabər. İslam ümmətinin Peyğəmbəri olan Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləm yanında qılınan namazdan necə üstün ola bilər ki? Biz deyəndə ki, bəziləri Əhl-i Beytin mübarək üzvləri olan alimlər, böyük şəxslərdir ki, əlbəttə ki, İmam Zeynalabdin, İmam Cəfər Sadiq, İmam Həsən, İmam Hüseyin, hamısı bunlar əlbəttə Əhl-i Beytin mübarək böyük şəxsləridir. Deyəndə ki, bunları siz Peyğəmbərlərdən üstün tutursunuz, sözsüz ki, bu aydındır, Şiə məzəbinə görə imamlar Peyğəmbərlərdən üstündür. Hətta deyəndə ki, dillə deməsəz də, əməlvizdə, yazılarınızda hətta İmam Əlini, möminlərin əmrini Peyğəmbərimizdən də üstün tutursunuz, bərabər də tutursunuz, hətta inkar edirlər. Halbuki gələcəkdə mən qeyd edəcəm ki, həqiqətən də Peyğəmbərimizlə digərlərini bərabər tutanlar da var, elmdə, irfanda və s. Və yaxud da saydığım bu fəziləti də dərindən fikirləşəndə görürsən ki, necə ola bilər ki, Peyğəmbər məscidində qılınan namaz 10.000, amma İmam Əlinin qəbrində qılınan namaz 200.000 namaza bərabər olsun. Və yaxud da fətvalar var ki, yer üzündə yalnız İmam Hüseynin torpağından bir çimdik, noxud boyda götürüb, tütüyə eləyib, həmin o xurafat kimi suya atıb içib yiyə bilərsən. İmam Hüseynin torpağından başqa yer üzündə heç bir torpaqda eləmək olmaz, yalnız orada şəfa var. Bəs yaxşı, İmam Hüseynin babası olan, ondan da əfzəl olan, üstün olan Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve sellem o zaman torpağı yiyəndə niyə yemək olmasın ki? Yəni, heç birini yemək olmaz. Bu, İslamda xurafatdır. Torpaq nədir, yemək nədir? Sadəcə olaraq demək istəyirəm ki, əməllərimizdə, fetvalarımızda doğrudan da mübarək Əhl-i Beyt üzvlərini Əhl-i Beytin sahibi olan Peyğəmbərindən üstün tutursunuz. Təəssüf ki, olmaz bu. Gərək hər birimiz müsəlman olaraq bu əməllərdən, bu fikirlərdən əl çəkək.
Uca Allaha əmanət qalın. Allah sizi qorusun.